Daim utanç və günahkarlıq içində yaşayan insan zamanla öz yaşanmamış həyatının yasını tutmağa başlayır. Çünki utanc ona deyir ki, sənin varlığın qüsurludur, onu gizlət. Günahkarlıq isə xoşbəxt olmağa haqqın yoxdur deyə pıçıldayır. Beləcə insan addım-addım özündən uzaqlaşmağa başlayır. Öz ehtiyaclarından, arzularından, hətta zamanla öz kimliyindən uzaqlaşır. Bir müddət sonra isə itirdiyi həyata və heç vaxt yaşada bilmədiyi özünə yas tutmağa başlayır. Heç vaxt deyilməmiş sözlər, atılmayan addımlar, qurulmayan münasibətlər və yaşanmaq üçün sadəcə bir damla cəsarət gözləyən bir həyat. Belə olduqda ən ağır yas vəfat etmiş birinin yasından çox insanın heç vaxt yaşada bilmədiyi özünün yasına çevrilir. Və bu nöqtədə psixoterapiya utancın arxasına gizlənmədən arzusunda olduğunuz həyatı yarada bilməyiniz üçün lazımınız olan cəsarəti sağlam şəkildə formalaşdıra biləcəyiniz güvənli bir mühit təmin edir.